Veriliş Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Salam, hər vaxtınız xeyir, əziz tamaşaçılar. İnkişaf yolunda verilişinin növbəti sayında xoş gördük sizləri. Bugünkü verilişimiz Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda rəqabətli və ticarət layihəsi çərçivəsində həyata keçirilir. Verilişimizin mövzusu Azərbaycanda narçılığın inkişaf perspektivləridir. Mövzumuza keçməzdən öncə verilişimizin qonaqlarını sizlərə təqdim edirəm. Bugün studiyamızın qonağı sizlərə ötən verilişimizdən də tanış olan Zaur Hacıyevdir. Zaur müəllim Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin Göyçay və Aran bölgəsi üzrə ekspertidir. Zaur müəllim, xoş gəlmisiniz. İkinci qonağımız Allahverdiyevdir. Allahverdi müəllim Yevlax rayonu Gülöşə Bələdiyyəsinin sədridir. Allahverdi müəllim, siz də xoş gəlmisiniz, salamlayıram hər ikinizi. İndi isə verilişimizin mövzusuna keçirik, əziz tamaşaçılar. Bugünkü verilişimizdə biz Azərbaycanda bağçılıq sahəsində çox mühüm yer tutan və özünə məxsus, belə demək mümkünsə, özünə məxsus maraq doğuran bir sahə, narçılıq sahəsinə nəzər salacağıq. Bununla bağlı Respublikamızda həyata keçirilən tədbirlər və o cümlədən narçılığın inkişafı ilə bağlı mövcud vəziyyət, mövcud durum və o cümlədən problemləri müzakirə edəcəyik. İlk öncə diqqətinizə çatdırım ki, Azərbaycanın iqtisadi inkişafında digər sahələrlə yanaşı bağçılığın da özünə məxsus yeri vardı və bununla əlaqədar biz verilişimizin qonaqlarına bir neçə sualla müraciət edəcəyik və ilk öncə Zaur müəllimə sualımızı ünvanlayırıq. Zaur müəllim, ötən verilişimizdən sonra bu sahəyə xeyli maraq artdı və açığın deyək ki, televiziyamıza olan telefon zəngləri və sonradan olan əlaqələr və həqiqətən də bu sahəyə çox böyük marağın olduğunu göstərir. İlk birinci onu həm də tamaşaçılarımızın diqqətinə çatdırım ki, ötən həftə çox mühüm bir hadisə, çox mühüm bir, belə demək mümkünsə, bayram keçirildi, nar bayramı keçirildi ölkəmizdə. Bu bayram 2006-cı ildən bəri artıq 7 ildir ki, qeyd edilir. Əvvəllər də Azərbaycan, belə demək mümkünsə, özünün coğrafi, təbii şəraiti ilə zəngindir, təbii sərvətlərlə zəngindir və əvvəllər də məhsul bayramları keçirilirdi Azərbaycanda. Hətta Sovet dönəmində belə məhsul bayramları keçirilibdir. Mən ilk öncə soruşmaq istəyərdim. Azərbaycanda əvvəllər keçirilən həmin məhsul bayramları ilə bax bu nar bayramının nə fərqi vardı? Bu nar bayramının yəni özəlliyi nədədir? Buyurun. Çox sağ olun. Mən də çox hörmətli LTV televiziya tamaşaçılarına salamlayıram. Hörmətli dinləyicilər, bizi izləyənlər, doğrudan da çox gözəl sualla müəllim müraciət elədi. Həqiqətən Göyçayda artıq 7 ildir ki, nar bayramı keçirilir. Keçirilən nar bayramı artıq bu ildən beynəlxalq bir səviyyədə keçirilir. Nəinki Respublikamızdan yüksək təbəqəli insanları, məmurları, Milli Məclisin deputatları, eyni zamanda xarici səfirliklərin nümayəndələri və başqa digər ölkələrdən də qonaqlar iştirak edir. Göyçayda nar bayramının keçirilməsi təkcə Göyçay rayonu üçün yox, bütün narçılıqla məşğul olan bütün rayonların demək olar ki, bayramı kimi mən qəbul edirəm. Doğrudan da bu bir ənənə şəklini alıb. Həqiqətən də insanlar bu bayram günündə çox sevinirlər. Orada olan şou proqramlara qatılırlar. Bizim nar bayramında keçirilən rəsmi qonaqlarımızla bərabər eyni zamanda qonşu rayonun maraqlı insanları da yaxşı iştirak elədilər. Bunu mən özüm şahidi oldum. Həqiqətən qonşu Qəbələ rayonundan, İsmayılı rayonundan, Kürdəmir rayonunun, Yevlax şəhərindən qonaqlarımız oldu. Maraqlı insanlar iştirak elədilər. Bu onu göstərir ki, həqiqətən də bu gözəl bir bayramdır, gözəl bir ənənə şəklini alıb. Və Göyçayda keçirilməsi bir daha onu sübut edir ki, doğrudan da narçılıq inkişaf edir
və nar elə bir sərvətdir, elə bir nemətdir ki, doğrudan da onu inkişaf elətdirmək vacib məsələlərdən biridir. Həm də Göyçay narçılığın bir mənbəyi məhz elə mərkəzi kimi seçildi deyin. Bəlkə də bayram elə məhz orada daha yaxşı alınır, belə demək mümkünsə. Çox düzdür, müəllim. Həqiqətən də düzdür. Bizim digər rayonlarımızda da narçılıq inkişaf edir. Lakin Göyçay bunun belə demək olar ki, vətəni sayılır. Göyçay rayonunda narçılıq daha çox inkişaf eləyir və Göyçayda nar belə deyək, nəinki Azərbaycan, nəinki Rusiya bazarlarında, artıq dünya bazarlarına artıq bu bizim narımız, Göyçay narları çıxır. Bu da bizim əhalimiz üçün, bizim Azərbaycan xalqımız üçün böyük şan şöhrətdir, böyük hörmətdir. Həqiqətən də belədir. Mən bu bayramın keçirilməsindən görə fürsətdən istifadə edib bizim prezidentimizə özlərim minnətdarlığımı bildirirəm ki, doğrudan da belə bir gözəl nar bayramının keçirilməsinə rəsmi olaraq icazə verildi və belə yüksək səviyyədə keçirilir. Bu həqiqətən də Göyçaylılar üçün, nar fermerləri üçün, narçılıq sektoru üçün böyük bir töhfədir. Təşəkkür edirik Zaur müəllim. Mən bir məsələni də diqqətə çatdırım ki, əziz tamaşaçılar, təbii ki, Göyçay narı təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da məşhur bir nar sortu kimi, nar sortlarının yetişdiyi bir məkan kimi tanınır. Yevlaxda isə, yəni əsasən Aran bölgəsində bir Gülövşə kəndi, Yevlağın Gülövşə kəndi bir nar sortunun adı da var, hətta Gülövşə narı deyirlər, məşhurdur. Və bugün də verilişimizə dəvət etdiyimiz ikinci qonağımız, Allahverdi müəllim, Gülövşə Bələdiyyəsinin sədridir. Allahverdi müəllimə sualımız belə olacaq ki, indi hal-hazırda kənddə narçılıqla bağlı vəziyyət necədir Allahverdi müəllim? Bir 10 il bundan əvvəl necə idi, indi necədir? Buyur. Rasim müəllim, sizi salamlayıram və bizə qulaq asan hər bir tamaşaçısını salamlayıram. Keçən verilişinizdə narın özəlliyi, gözəlliyi, onun təbii xüsusiyyətləri, macəri xüsusiyyətləri çox danışdınız. Tamaşaçılarımızı istədiyi qədər məlumatlandırdınız. Bugün demək olar ki, Gülövşə kəndində çox təəssüf ilə deyirəm ki, bunlar Gülövşə kəndindən bəhrələnib Qolqan adası Şirvan zonasına yayılsa da, bugünün ancaq bir adı ilə məşhur qalmışdı. Bu Gülövşə narı 18-ci əsrin birinci yarısında Cənubi Azərbaycandan bizim kəndə məşədə gedən adamlar tərəfindən gətirilmiş, orada bunun qələmələri yetişdirilmiş və orada kənd karvan yol üstündə olduğu üçün oradan bunların məhsullarından yemişlər və Gülövşə narı kimi onun adı məşhurlaşmışdı. Hal-hazırdan bunlardan demək olar ki, vəziyyət acınacaqlı vəziyyətdədir. Necə demək olar? Bir 10-15 il bundan qabaq durğunluq devrində, özbaşınalıq devrində bunlara qırıldı, töküldü. Bundan sonra bunun yerində badımcan əkildi, pomidor əkildi. Hal-hazırda bundan var. Ancaq əvvəlki qədər yoxdur. Mütəxəssislərin iştirakı ilə, onların məsləhəti ilə mən belə güman edirəm ki, gələcəkdə bunun məhsulunu genişləndirmək mümkündür. Bir də əsas mənə elə gəlir ki, bu günlərmə kəndli ilə, fermerlə bazar arasında hansısa bir dövlət səviyyəsində bir əlaqələndirmə qurumu yaradılmalıdır ki, məsələn, kəndlinin istehsal elədiyi məhsul bazarlara çıxardılsın. Daxili bazarı nəzərdə tutmuram. Ümumiyyətlə, xarici bazarlara çıxarılsın. Orada bunların bazarı təmin olunsun. Məsələn, müqavilələr bağlansın. Bağlansın xarici ölkələrdə. Rusiyada bunun ən gözəl bazarı var. Bağlansın, sonra gəlib bağlamaq olar yerli fermerlərlə. Orada müqavilə bağlansın. Gəlib fəhlə, kətli bilər ki, fermer bilər ki, bunun istehsal elədiyi mal birbaşa son nöqtəsinə görə satılacaq. Bu maddi maraq olan yerdən mütləq istər-istəməz istehsal güclənməlidir. İstehsal güclənməlidir. Təşəkkür edirik. Əziz tamaşaçılar, diqqətinizə çatdırım ki, Allahverdi müəllimlə əvvəlcə söhbətimizdə də Allahverdi müəllim bu mövzuya marağını məhz bizim ötən verilişimizdən sonra, yəni ötən verilişi izlədikdən sonra çox böyük maraq göstərmişdi və hətta verilişimiz efirə başlamazdan öncə də hər iki qonağımız arasında olan söhbətlərdə çox maraqla yəni Zaur müəllimin məsləhətlərini, tövsiyələrini qəbul etdi və təbii ki, bununla əlaqədar da Allahverdi müəllim
kəndə qayıtdıqdan sonra bu tövsiyələrdən narçılıq sahəsinə olan, yəni marağı olan insanları məlumatlandıracaqdır. İnşallah. Belə, əziz tamaşaçılar, narçılığın Azərbaycanda lazımi səviyyədə inkişafını təmin etmək üçün hansı addımlar atılmalıdır? Və bununla əlaqədar mən yenidən Zaur müəllimə müraciət edirəm. Zaur müəllim, faktiki olaraq, belə demək mümkünsə, vəziyyəti ətalət sükunətindən tərpətmək üçün, yəni bu sahədə hansı addımlar atılmalıdır? Və bir də mən tamaşaçıların da diqqətinə çatdırım ki, ölkəmiz əsasən xaricdə neft ölkəsi kimi tanınır. Amma tam əminliklə demək olar ki, yəni çoxlarının hətta təsəvvürünə gətirilmədiyi bir sahəni seçib. Elə narçılığın özü ilə də Azərbaycan bütün dünya ölkələrinə, əgər bu istehsalı qura bilsə, neftdən də çox tanına bilər. Buyurun, bu mənim fikrim idi, yəni siz öz fikrinizi bildirə bilərsiniz. Buyurun. Çox gözəl sualına müraciət edəndiniz, Rasul müəllim. Oradan da Allah verdi müəllim, həqiqətən də narçılıq son illərə qədər demək olar ki, çox bərbad vəziyyətində idi. Əhali arasında narçılığın inkişafı demək olar ki, çox aşağı səviyyədə idi. Lakin son bir il ərzində artıq bizim apardığımız görüşlər zamanı, təlimlər zamanı biz artıq görürük ki, həqiqətən də insanlarda narçılığın inkişafına maraq artıb. Mən Allah verdi müəllimi diqqətlə dinlədim və onun problemləri ilə bu studiyaya çıxmamışdan qabaq da müəyyən söhbətlərimiz olub. Söz yox. Mən Allah verdi müəllimin rəhbərlik elədiyi bələdiyyə, rəhbərlik elədiyi Gülöşə kəndinə buradan da söz verirəm ki, bir dəfə bizim rəhbərliyə mən razılaşmağımızla icaza veriləndən sonra həmən Yevlax rayonunun Gülöşə kəndində olacam və oranın narçılıq sektoruna məşğul olan fermerlərindən görüşəcəm və onların problemlərin həllinə çalışacağam. Bir mütəxəssis kimi onlara lazım olan bütün köməklikləri göstərməyə hazıram. Tövsiyələrimizi verməyə hazırıq və mən hər hala arzu edirəm ki, Azərbaycanın Yevlax şəhərinin ən məşhur kəndlərindən biri olan Gülöşə kəndində Gülöşənin o məşhur Gülöşə sortunun adını yüksəklərə qaldıracağıq və növbəti ildə sizin kənddə istehsal olunan məhsul bu ildəkindən 2 dəfə artıq olacaqdır. Bizim burada fermerlərlə görüşlərimiz Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin Azərbaycanda rəqabətlilik və ticarət layihəsinin həyata keçirilən USAID-in maliyyə dəstəyi nəticəsində həyata keçirilir. Biz bu 5 sektor üzrə həyata keçirilir. Bunlar almaçılıq, fındıqçılıq, heyvandarlıq, balıqçılıq və narçılıq sektoru üzrədir. Narçılıq sektoru üzrə ekspert mənəm. Bizim demək olar ki, Göyçay və ona yaxın olan rayonların kəndlərində demək olar ki, narçılıq inkişaf eləmiş kəndlərində biz böyük təlimlərimiz olub, texniki yardımlarımız olub və əhali arasında görüşlərimiz olub və onlara narçılığın inkişafı üçün lazım olan qaydaları, tövsiyələri biz onlara çatdırmışıq. Və artıq bu günlərin nar məhsulunun demək olar ki, artıq yığımı son günləridir. Məndə olan statistikaya görə keçən ilkinə nisbətən bu illərin məhsuldarı həqiqətən də çoxdur. Mən indi o statistik rəqəmlərə gələcəm. Lakin elə bir fermerlərlə görüşlərimiz olub ki, onlar heç bir mübarizə tədbirləri aparmadan, təkcə budama aparmaqla və yaşıl budama aparmaqla. Yaşıl budama dedikdə, Allah verdi müəllim, biz onların təmizlənməsi nəzərdə tutulur. Mən onların hamısını sizin kətdə o fermerlərlə görüşüm zamanı və tətbiq də eləyəcəyik. Onlara aparmaqla böyük məhsuldarlıq əldə ediblər. Soruşuram fermerlərlə görüşlərimiz zamanı ki, bunlar nəyin nəticəsidir, deyir Zaur müəllim. Doğrudan da sizin göstərdiyiniz o budama qaydalarına biz o tövsiyələri əməl etdik, yaşıl budama əməliyyatı apardıq, əlavə heç bir dərmandan istifadə etməmişik. Lakin dərmandan, kimyəvi dərmanlardan, bioloji dərmanlardan istifadə edən insanların məhsulları doğrudan da ən yüksək sortlara, ən yüksək keyfiyyətə layiq oldu.
Bizim qarşımızda Rasim müəllim iki nar nümunəsi var. Onların hər biri gözəl nardır. Qırmızı qabıq güləşə nar sortudur. Bunun biri o təsərrüfatdan götürülüb ki, orada bütün müasir agrotexniki qaydalara riayət olunub. Dərmanlar olunub, becərmə qaydalara gedib və keyfiyyətli də nar gördüyümüz kimi doğrudan da bunların özünün canlı bir formasıdır ki, Göyçay narı, Azərbaycan narı bu vəziyyətdə olmalıdır. Biz də istəyirik ki, tək Göyçayda yox, bütün qonşu rayonlarda, Yevlaxda, Kürdəmirdə, İmişlidə, narçılıqla məşğul olan bütün rayonların narları bu səviyyədə olsun. Lakin ikinci gördüyümüz nar, düzdür, o da gözəl nardır. Lakin o heç bir, belə deyək, fungisitlərdən istifadə olunmayan nardır. Heç bir dərmandan istifadə olunmayan nardır. Onun xarici görünüşü doğrudan da bizim nəinki Azərbaycan bazarına heç bir bazarı olmayan bir nardır. Mən ona görə bunlar nümunələr... Mən üzr istəyirəm, hər iki nar eyni sort nardır. Hər iki nar eyni sort nardır, bəli. Bunların görürsünüz ki, çəklərində də bir az fərq var. Lakin bu narın tam öz rəngi üstündədir. Keyfiyyət göstəriciləri tam standartlara cavab verir. Lakin ikinci nar heç bir bazar iqtisadiyyatının tələblərinə cavab vermir. Heç bir bazar... Zəhmət olmasa, yəni narı göstərək biz, rejissorumuzdan xahiş eləyək. Bu, belə demək mümkünsə, dərmanlanmamış, sadəcə torpağın öz gücünə yetişmiş nardır və o, təbii ki, xarici görünüşünə görə ləkəli və o qədər də demək, sağlam görkəmə malik deyil. İkinci nar isə, yəni bu, tam agrotexniki qaydalar üzrə yetişdirilmiş nardır. Eyni sort nar, ancaq çox gözəl görkəmə və ağır çəkiyə malikdir və böyüklüyü də ondan fərqlənir. Təşəkkür edirik Zaur müəllim, ətraflı məlumatınıza görə. Statistik rəqəmləri deyərdiniz. Konkret olaraq, yəni narçılığın inkişafında statistik rəqəmlər necədir? Üzr istəyirəm. Əvvəlcə mən, əziz tamaşaçılar, diqqətinizə çatdırım ki, müzakirəmizə qoşula bilərsiniz. İnteraktiv telefon bağlantısına qoşulmaq üçün siz 022 336 72 72 telefon nömrələri vasitəsilə bizim verilişimizə zəng vurub fikir, rəy və təkliflərinizi verə bilərsiniz. Buyurun Zaur müəllim. Mən təkcə Göyçay rayonunda olan nar məhsulunun statistik rəqəmlərini götürdüm. Lakin növbəti görüşlərimiz zamanı mən ümumi Azərbaycan üzrə olan nar 2012-ci ildə məhsul yığımının sonunun statistik rəqəmlərini sizə çatdıra bilərəm. Göyçay rayonunda 2011-ci ildə 37.597 min ton nar istehsalı olunmuşdu. Lakin bu illərin bizim köməkliyimiz nəticəsində bizim tövsiyələrimiz, məsləhətlərimiz, fermerlərlə görüşlərimiz doğrudan da öz bəhrələrini vermişdir və 2012-ci ildə bu rəqəm artıq 40.000-300.000 tona gəlib çatmışdır. Ümumi rəqəmlərə, statistik rəqəmlərə baxdıqda görürük ki, 2800-3000 ton artıq bu illərin biz nar istehsal etmişik. Bu tək bir Göyçay rayonu üzrədir. Bizim digər qonşu rayonlarımızda da bu artımlar hiss olunur və bunu biz görüşlərimiz zamanı özümüz də şahidi oluruq. Bu, özü bir gözəl bir yüksəlikdir narçılığın inkişafı üçün. Mən fürsətdən istifadə edərək bizi dinləyən bütün fermerlərə onu deyə bilərəm ki, narçılıq inkişaf edir. Lakin bir mütəxəssis kimi mənə də qane etməyən bir neçə səbəblər var. Məqamlar var. Bunlar nədən ibarətdir? Bunlar ondan ibarətdir ki, narçılıqla məşğul olan fermerlərimiz nara xidmət agrotexniki qaydaları hələ də düzgün riayət olunmur. Mən onun üçün istərəm ki, fermerlərimiz diqqətlə dinləsinlər. Artıq nar yığımı demək olar ki, başa çatır. Nar yığımı başa çatdıqdan sonra, yarpaq töküləndən sonra ilk müalicə tədbirlərinə də başlamaq lazımdır. Bunun üçün mən həm elmi cəhətdən, həm el arasında işlənən dərmanları deyirəm. Bunu yarpaq töküləndən sonra narın xəstəliklərdən qorumaq üçün narın gövdəsini,
onun ştampını, onun kök boğazını xəstəliklərdən qorumaq üçün biz göydaş məhlulundan, buna bordo məhlulu deyilir, göydaş məhlulundan istifadə etməliyik. Bu 0,2%-li əgər göydaş məhsulundan istifadə olunarsa, deməli biz növbəti il üçün sağlam nar yetişdirmiş oluruq. Bu ilk birinci görüləsi tədbirdir. Artıq ondan sonra gəlirik fevral ayının axırda, martın birinci 10 günlüyü ərzində narın o qabıq altı qurtlarını məhv etmək üçün hər hansı bir yağgil məhlulundan istifadə etməliyik. Mən burada ümumi qısa anlayış verirəm Rasim müəllim ki, ümumi fermerlərimizin bizi dinləyən fermerlərin tam məlumatlı olsunlar. Bizim onları tam məlumatlandırmaq üçün bizim bukletlərimiz var. Bəli, üzr istəyirəm, mən üzr istəyirəm, telefon zəngimiz var, onu qəbul eləyək. Alo? Bəli. Özünüzü təqdim eləyin, zəhmət olmasın. Şirinov Köçəri. Hardan zəng vurmusunuz? Yevlaqda. Buyurun, sualınızı verin. 20 il deyərəm həyətimdə, məsələn, bir 20 dənə kol var da, 20 il ki, üstündə qalmır, çürüyür. Nar çürüyür, yəni bəli, yetişmir, çürüyür. Bəli. Siz nar yetişmir, yəni yetişənə yaxın təmiz çürüyür, tökülür. Vallahi hər müalicəsində elə ki, xeyri yox. Yevlağın hansı kəndindənsiz? Kətdə yox, o şəhərin özündənəm. Vallahi kəsindən. Sağ ol, sağ ol. Sualınıza görə təşəkkür edirik, cavabını dinləyin. Buyurun. Çox sağ olunuz verdiyiniz suala görə. Bu tək sizdə yox, Yevlax şəhərində yox. Azərbaycanın demək olar ki, çox bölgələrində bu suallara rastlaşıram. Mən diqqətlə dinləyin, hörmətli tamaşaçı. Narın çürüməsinin səbəbi var. Deməli, nara ilk öncə düzgün budama qaydasını riayət eləyin. Ondan sonra mən dərmanların buradan adını sizə deyərəm. Lakin bu bir reklam xarakterli olduğuna görə, hörmətli tamaşaçımız, mən onu demək istəmirəm. Amma ümumi sizi məlumatlandırıram və bizim bu verilişdən sonra mənim telefon nömrəmi hər hala registrordan siz alarsınız. O bukletlərdən ki, mən sizə təqdim eləyərəm və siz o çürüməyə qarşı olan tədbirləri eləyərsiniz. Növbəti il üçün artıq sizdə çürümə xəstəliyi mövcud olmayacaq. Lakin onlara əməl etmək lazımdır. Bunları ilk növbədə çürümənə səbəb olan göbələk sporlarıdır. Bunlara qarşı fungisitlərdən istifadə etmək lazımdır. Bunlar manep tərkibli, maqnaziyet tərkibli dərmanlardan istifadə etmək lazımdır. Və bunlardan və buna yaxın mis tərkibli dərmanlardan istifadə etmək lazımdır. Bunlardan istifadə edərsənsə, sizdə narın çürümə faizi minimuma enər və növbəti ili sizin narınız sağlam və keyfiyyətli olar. Təşəkkür edirik Zaur müəllim. Əziz tamaşaçılar, diqqətinizə çatdırım ki, məhz Zaur müəllimin hazırladığı bukletlər var. Yəni, həmin bukletlər narçılığın inkişafında əvəzsiz bir materialdır, məlumatlandırma materialdır. Rejissorumuzdan xahiş edək bu materialları bir-bir göstərsin. Yəni, bağçılıq sahəsinə aid verilişimiz efirə gedərkən elan elədiyimiz müvafiq layihə çərçivəsində, yəni Azərbaycanda rəqabətli və ticarət layihəsi çərçivəsində hazırlanmış bu bukletlər məhz narçılıq sahəsinin inkişafına aid həsr olunmuş məlumatlarla zəngindir. Bağçılıq, meyvə bağlarında istifadə edilən çiləyicinin kalibrasiyası adlı belə bir buklet var. Çox dəyərli məlumatlar var içərisində. Digər bir buklet narçılıq, qabaqcıl aqrotexniki qaydalardır. Məhz bunu da Zaur müəllim hazırlayıbdır. Bu bukletlərin içərisində narçılıq sahəsinə aid olan kifayət qədər çox dəyərli məlumatlar əks olunubdur. Digər bir buklet zərər verici və xəstəliklərə qarşı kompleks tədbirlərin görülməsi aid olan məlumatlar öz əksini tapıbdır bu bukletdə və həmçinin narçılıq, budama və alaq otlarına qarşı mübarizə demək, sahəsi üzrə olan məlumatlar öz əksini tapıb. Və bu bukletləri maraqlananlar, dəyərli ekspert Zaur müəllimlə əlaqə saxlaya bilərlər və həmin bukletlər ümumiyyətlə Zaur müəllim öz fəaliyyət dairəsi çərçivəsində görüşdüyü ərazilərdə bu sahə ilə maraqlı olan insanlara, fermerlərə və narçılıq sahəsindən maraqlanan insanlara paylanılır. Zaur müəllim,
bu nadir bitkinin, belə demək mümkünsə, daha geniş sferada tətbiq olunması üçün ilk növbədə mövcud olan problemləri aradan qaldırmaq üçün nələr lazımdır? Bu problemləri əvvəlcə sadalasaq, tutaq ki, ora bazardır, yəni bazar məhdudluğu, yəni satış üçün imkanların olmaması, investisiyanın qoyulmaması, təbii ki, narçılıq sahəsinə, əgər ümumiyyətlə bütün sahələrə, kənd təsərrüfatının bütün sahələrinə investisiya qoyulmadan onun inkişaf elətdirilməsi mümkün deyil. Ona görə də bu sahəyə həmçinin əhali ilə yanaşı, həmçinin müvafiq qurumların da marağı olmalı ki, bura yatırımlar qoyulmalıdır, investisiya qoyulmalıdır və bazar münasibətləri tənzimlənməlidir ki, narçılıq müvafiq inkişaf dərəcəsinə çata bilsin. Deyilmi? Bəli. Buyurun. Oradan da həqiqətən çox gözəl vurguladınız. Biz fermerlərlə görüşlərimiz zaman, təlimlərimiz zaman bizə o problemlərlə biz rastlaşırıq. O fermerlər bizə onu çatdırırlar və biz də bir mütəxəssis olaraq bu sahədə istəyirik ki, onlara kömək eləyək. Narçılıq sektorunda doğrudan da müəyyən problemlər var. Bizim təlimlərimiz narçılığın inkişaf etməsi üçündür. Narçılığın ilkin budama qaydalarından başlayaraq ta onun bazara qədər olan gedəşatını mərhələsini izləmək və ona dəstək olmaq və maarifləndirməkdən ibarətdir. Bizə maliyyə dəstəyi, USAID-in maliyyə dəstəyi nəticəsində biz bunu fermerlərə çatdırırıq. Bu bizim fermerlərimizlə görüşlərimiz zamanı bizə məlum olur ki, doğrudan da onlar bəzi fermerlərimiz yaxşı narlar yetişdirirlər, lakin onun bazarını tapa bilmirlər. Bu həqiqətən də faktdır. Lakin mən fürsətdən istifadə edib bütün fermerlərə özüm tərəf deyirəm ki, yaxşı keyfiyyətli nar istehsal olunandan sonra bizim göstərdiyimiz keyfiyyətli narlar istehsal olunarsa, doğrudan da Rusiya bazarını artıq Özbəkistandan deyil, Türkmenistandan deyil, Hindistandan deyil, ancaq Azərbaycandan gedən nar birincili yer tutacaq. Bunu mən bir insan kimi, bu sahədə çalışan bir mütəxəssis kimi söz verirəm. Lakin bu günlərin bizim Azərbaycan xalqının istehsal elətdiyi nar tam qənaətbəxş formada deyil. Düzdür, böyük inkişafları var. Bu il ərzində biz böyük inkişaflara nail olmuşuq. Bir çox yüzlər yox, 200-300 fermerlərlə doğrudan da təsərrüfatlarında çox böyük inkişaflar var. Lakin bu tam deyil. Mən arzu edirəm. Yəni kifayət eləmir. Kifayət eləmir, bəli. Bunu səmimi olaraq biz etiraf eləməliyik. Mən çox arzulayıram ki, bütün fermerlərimiz istehsal elətdiyimiz narlar, onların yetişdirdiyi narlar zavoda emal üçün yox, Rusiya bazarlarına, dünya bazarlarına çıxacaq bir narlar olmalıdır. Əgər bizim ilk işimiz narçılıq sektoruna budur. Buna görə də bu günlərin bizə, Azərbaycan xalqına, Göyçaylara, Aranlıq bölgəsinə, Respublikamızın bütün rayonlarına, Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyini, USAID maliyyə dəstəsi nəticəsində 5 sektor üzrə layihə həyata keçirilir. Bunların biri narçılıq sektorudur. Narçılıq sektorunun inkişafı bizim əhalimiz, bizim xalqımız, bizim gənclərimiz üçündür. Biz narla, öz yağlarımızla, öz mühəndislərimizlə, öz injinerlərimizlə tanınan kimi eyni zamanda Azərbaycan xalqı öz məşhur meyvəsi olan narla da dünyada tanınar. Təşəkkür edirik. Əziz tamaşaçılar, çox qısa reklam fasiləsindən sonra yenidən verilişimizi davam elətdirəcəyik. Bizdən ayrılmayın. Veriliş Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Veriliş Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Qısa fasilədən sonra yenidən müzakirəmizi davam elətdiririk. Əziz tamaşaçılar, diqqətinizə çatdırım ki, bugünkü verilişimiz Azərbaycandan narçılığın inkişaf perspektivlərinə həsr olunur və verilişimizin, studiyamızın qonaqları Zaur Hacıyev, USAID-in Göyçay və Aran bölgəsi üzrə eksperti, o cümlədən Allahverdiyev, Yevlax rayonu Gülöşə Bələdiyyəsinin sədridir.
Mövzumuzu davam elətdiririk, əziz qonaqlar. Mən bir məsələyə toxunmaq istəyərdim. Narçılığın, keçən verilişimizdə də toxunduq, narçılığın inkişafında həm də aqrotexniki qaydalara riayət etməklə yanaşı, nar məhsulunun özünün əhəmiyyətindən bir qədər bəhs eləyərdik, xahiş eləyərdim. Keçən dəfə Zaur müəllim, siz bu məsələyə bir qədər aydınlıq gətirdiniz. Tamaşaçılarımız üçün də maraqlı olardı. Hətta mənə elə gəlir ki, narçılıqda, ümumiyyətlə nar məhsulunda tullantı deyilən olmamalıdır. Orada hətta əczaçılıq üçün də belə yararlı məhsullar var. Düzdürmü? Bəli. Buyurun. Doğrudan da bu həqiqətdir ki, artıq son illərdə bizim Azərbaycan rayonlarında nardan ancaq şirəsi, narın şirəsi və ondan konsentrant hazırlanır. Lakin artıq Göyçay Aznar Qapalı Səhmdar Cəmiyyətində narın şirəsi ilə yanaşı, konsentrantı ilə yanaşı, eyni zamanda narın tumundan da istifadə edilir. Tumundan bəli, və narın tumundan və narın tumundan və onun qabığından da istifadə olunur. Narın tumundan artıq bizə məlumdur ki, narın tumunda ən keyfiyyətli yağlar var. O yağlar bitki yağı kimi. Bitki yağı kimi istifadə oluna bilir və kosmetik nöqteyi nəzərindən tibbdə istifadə oluna bilir. Yəni özdə bu yağlar, alınan yağlar çox qiymətli bir yağlardır, çox dəyərli yağlardır, keyfiyyətli yağlardır. Parfümeriyada yəqin ki, istifadə olunur? Bəli, Asım müəllim, parfümeriyada istifadə olunacaq geniş bir formada. Qaldı ki, narın qabığından, narın hamımıza məlum ki, narın qabığında büzüşdürücü maddələri var, yəni tanin maddələri var. Onun qabığından da müəyyən boyacı maddələr kimi istifadə olunacaq. Beləliklə, mən üzümü fermerlərə tutaraq deyirəm ki, nardan heç bir tullantı olmayacaq. Nar yeganə meyvədir ki, onun suyundan da, narın tumundan da, qabığından da tam səmərəli istifadə olunacaq. Təşəkkür edirik. Bizim süjetimiz var. Göyçayda nar bayramı ilə əlaqədar əməkdaşlarımızın hazırladığı süjetə baxaq, sonra müzakirəmizi davam elətdirəcəyik. Göyçayda keçirilən nar bayramı bir bayram kimi qeyd edildiyi kimi, eyni zamanda da fermerlərin aylarla yetişdirdikləri məhsulların nümayişi ilə də yadda qalır. Hazırda gördüyünüz kimi burada bir neçə stend var ki, həmin stenddə də sahibkarlar öz məhsullarını belə deyək nümayiş etdirirlər və həmin stendlər arasında Amerika Birləşmiş Ştatlarının USAID təşkilatının maliyyələşdirdiyi Azərbaycana rəqabətlik və ticarət layihəsi öz yerini alıbdır və həmin layihə əsasında 5 sahə maliyyələşir ki, onlar arasında narçılıq da öz yerini tutubdur. İnkişaf yolunda verilişində USAID təşkilatının maliyyələşdirdiyi Azərbaycanda rəqabətli ticarət layihəsi haqqında sizlərə məlumat vermişdik. Xatırladaq ki, adı çəkilən təşkilatın maliyyə dəstəyi ilə həyata keçirilən layihədə 5 sahə aid olunur. Bunlardan biri də narçılıq sektorudur. Belə ki, yerli mütəxəssis alim aqronom Zaur Hacıyev sahibkarları layihədə nəzərə tutulduğu kimi xüsusi seminarlara cəlb edərək nar kollarına aqrotexniki qulluğu öyrədir. Məhz bu layihədə iştirak edən sahibkarların məhsulları nar bayramında USAID-in stendində nümayiş olunurdu. Ən əsas da nümayiş olunan məhsullar hər kəsin diqqətini cəlb edirdi. Layihənin əsas fəaliyyəti və məqsədi haqqında isə maraqlanan şəxslərə həm şifahi, həm də əvvəlcə hazırlanmış kitabçalar vasitəsilə məlumat verilirdi. Gözəl nar bayramında iştirak edirik. Bizim bu Göyçayda nar bayramına çıxmağımız və stendimizin olmağı USAID təşkilatının Azərbaycanda narçılıq sektoruna verdiyi töhfədir. Biz Azərbaycan rəqabətli və ticarət layihəsini həyata keçiririk və USAID-in maliyyə dəstəyi nəticəsində. Fürsətdən istifadə edərək bu gözəl gündə bütün bizi dinləyən fermerlərin hamısını salamlayıram və nümayiş etdirdiyimiz narlar həqiqətən həmən fermerlərin narlarıdır. Doğrudan da gələn qonaqlar hamısı çox yüksək qiymətləndirilir. Deməli, zəhmət çəkiləndə narçılıq sektorunda doğrudan da yüksək inkişaflara nail olmaq olur. Hal-hazırda bizim
burada dayanan fermerlərin nar məhsullarını görürük və çalışacağıq ki, onların istehsal etdiyi məhsullar bir daha ondan da yaxşı olsun, ondan da keyfiyyətli olsun. Qeyd edək ki, layihədə iştirak edərək bol məhsul əldə edən sahibkarlara Araz Biznes Mərkəzi də yardım göstərir. Belə ki, söz gedən mərkəz fermerin məhsulunu bazara çıxarmağa və bu sahə ilə bağlı olan istehsal obyektləri ilə əlaqə qurmağa yardımçı olur. Müsaitin maliyyə dəstəyi ilə Azərbaycan Ticarət və Rəqabətçiliyi layihəsi çərçivəsində Azərbaycanda narçılıq sektorunun inkişafına kömək məqsədi ilə fəaliyyət göstəririk. Bu xidmətlərə fermerlərlə texniki və təlim yardımları, nar zavodlarına, digər soyucu ambarlarla işləyirik ki, Azərbaycan fermerlərini yüksək keyfiyyətli nar istehsal edib, dünya standartlarına uyğun məhsul istehsal eləsinlər. Və zavodların dünya bazarına çıxması üçün onlara köməklik edirik. Müxtəlif təşkilatların tapılmasında, onların belə deyək ki, yeni bazarların tapılmasında dəstək olunur və bu istiqamətdə Azərbaycanda narçılıq zavodlarına dəstək göstərir fermerlərimiz. USAID təşkilatının Azərbaycanda rəqabətlik və ticarət layihəsinin stendinin qarşısında hazırda onlarla sahibkarlar var. Onlar isə layihə ilə sıx əlaqə qurmaq niyyətindədirlər. Hazırda biz sahibkarlardan birinə yaxınlaşırıq. Salam. Salamünaleyküm. Bax, stendin qarşısındasınız. Siz də sahibkarsınız. Bəli. Sizi maraqlandıran nədir burada? Bizi maraqlandıran odur ki, bugün Zavur müəllimin məhsullarıdır. Biz istəyirik ki, bu artıraq bu nar bağların zadını. Yəni bir sahibkar kimi burada nümayiş olan məhsul sizi qane etdimi? Bəli, etdi. Çox gözəl, əla. Gözəl narlardır, yaxşı nardır. Getdikcə bollaşacaq Allah qoysa. Hazırda burada USAID təşkilatının stendi ilə maraqlanıb, layihədə iştirak etmək istəyən sahibkarlarla yanaşı, eyni zamanda artıq bu layihədə iştirak edib nəticə əldə edən sahibkarlar da var ki, biz onların da fikrini indi alacaq. Salam. Əleyhisselam. Layihədə USAID layihəsində iştirak edirsiniz. Bəli. Nəticə necə olur? Bir sahibkar kimi, bir fermer kimi fikirlərinizi bölüşərsiniz. Şimdi fikrimiz deyə bilirlər ki, belədir, qabaqçı illərdə düz məhsulumuz zəif olub. 2012-ci ildən bu Lusiyadı firmasında, onun köməklə, Zahir müəllimin köməliyi ilə budama işidir, dərmanlama işidir, aqrotexniki qulluqları vaxtında eləmişik. İndi məhsulumuz əladır, keyfiyyətli və nətər deyirlər, belə göz qabağındadır. Yəni burada sizin də məhsullarınız var. Bizdə məhsullar var burada. Zahir müəllimin köməliyi ilə, Lusiyadı köməliyi ilə. Sağ olsunlar, yaxşı köməkləri var. İndən sonra da Allah qırsa, onların köməyinə həmişə ehtiyacımız var. Onların köməklə də bu məhsulumuzu çıxartmışıq sərgiyə. Siz də bu layihədə iştirak etmişsiniz. Bax, fikirləriniz maraqlıdır. Bəli, biz də iştirak etmişik. Çox gözəl nəticələrini görürük. Zahir müəllimin köməkliyi ilə, yəni ildən ilə yaxşı artım verir məhsullarımız. Budama işi yaxşı gedir. USAID-in köməkliyi ilə yaxşı işlərimiz gedir. Nəticələrini də yaxşı görürük. USAID-in stendində nümayiş olan məhsul həm yerli, həm də bayramda iştirak edən turistlərin marağına səbəb olurdu. Onlar Zahir Hacıyeva nar kollarının aqrotexniki qulluq haqqında müxtəlif suallar ünvanlayırdılar. Qeyd edək ki, bayramda iştirak edən rəsmi qonaqlar da təşkilatın hazırladığı stendi xüsusi maraqla qarşılayıblar. Onlar da öz növbəsində belə bol və sağlam məhsulun hansı yolla əldə olunduğunu və ölkəmizdə həyata keçirilən rəqabətli ticarət layihəsi haqqında maraqlanıblar. Rəsmi qonaqlar məhsulun dadına baxıb və xatirə şəklində çəkdiriblər. Süjeti izlədik, hörmətli tamaşaçılar. Xatırladım ki, süjet Göyçada keçirilən nar bayramına aid olaraq hazırlanmışdı və Zahir müəllim çox maraqlı müsahibələr dinlədik. Əslində fermerlərdən, yəni narçılıqla məşğul olan fermerlərdən həqiqətən də onlar təsdiqlədilər ki, aldıqları məlumat nəticəsində, o məlumatlılıq səviyyələrinin artırılması nəticəsində təbii ki, keyfiyyətli məhsul əldə edə bilmişdilər. Bunun belə demək mümkünsə, sirri nədədir belə? Doğrudan da burada elə bir ciddi sir yoxdur. O fermerlər ki, onlar həqiqətən yanvar ayından artıq bizim təlimlərimizdə iştirak ediblər. Onlar bizim dediyimiz o tövsiyələri dinləyib və ona əməl ediblər. Və onların nəticəsidir ki, həqiqətən də o Göyçayda keçirilən nar bayramında onların özlərinin
həyətlərinin məhsulları idi. Doğrudan da bütün gələn qonaqlar o stendin qarşısında dayandı və o narlara həsədlə baxdı. Mən çox arzu edirəm ki, o 100-lər, 200, 300 yox, 500 yox, bu bizim respublikamızda minlərlə, 10 minlərlə fermerlərin narları bu vəziyyətdə olsun, bu göstərilən standartlara, göstərilən tələblərə cavab versin və belə olarsa artıq biz yenə təkrar edirəm, biz öz narımızla bütün dünyada şöhrət qazanmış olaraq. Təşəkkür edirik Zaur müəllim. Allahverdi müəllim, narın yetişdirilməsi üçün təbii ki, müəyyən bir mərhələ lazımdır. Sizin kənddə tutaq ki, lap əvvəllərdən olan böyük nar bağları mövcud olubdur. İndi dediniz ki, müəyyən bir boşluq nəticəsində, amma bundan sonra dirçəltmək üçün, yəni daha geniş nar bağları, yeni nar bağları salınması üçün imkan varmı? Əlbəttə ki, var. Vətəndaş gördükdə ki, bazarlarda nar məhsulu yaxşı pula gedir. Bundan sonra istər-istəməz həmin o əkdikləri tərəvəz sahəsini çevirəcəklər nar bağına. Zaur müəllim burada hər tərəfli ətraflı söhbət edir. Hətta bizim bilmədiyimiz nar haqqında sözləri deyir ki, narın tumundan istifadə olunur. Bunu mən bilmirdim. Qabığından bilirdim istifadə olunur. Qədim təbabətdə var idi. Qurd xəstəliyinə qarşı istifadə olunur. Narın özünün növləri var, şirin nar, ağ mələs, qırmızı mələs. Bu gülöşən narın bir sortu var. İçində onun çərdən müxəyyər rəngdə olur. Aha, maraqlıdır. O müxəyyər rəngdə olur onun dənələri. Əlbəttə, inkişaf edir. Hər şey maliyyə vəsaitdən asılıdır. Və bir də maddi maraqdan. İstər-istəməz ahali çevirəcək. Amma mənə gəlir ki, təkcə Zaur müəllim, daxili bazarın ümidinə qalsa, onun inkişafı bir qədər, o qədər də ağla basan deyil. Yəni, təbii ki, bu münasibətlər, yəni bazar böyük rol oynayır, ancaq bununla yanaşı istehsalçı və istehlakçı arasında olan sivil münasibətlər təmin olunmalıdır ki, bu məsələ daha yaxşı öz əksini tapsın. Məsələn, nar istehsalçısı 10 kilo, 20 kilo tutaq ki, və yaxud da 100 kilo narı bazara çıxartmaqla bundan maraq yaranmayacaqdır. Bu daha geniş sferada öz əksini tapmalıdır. Elə deyilmi? Buyurun. Bəli. Doğrudan da bu bir həqiqətdir ki, biz 100 kiloqramdan, 1 tondan artıq heç bir inkişaf mərhələsində qədəm qoya bilmərik. Bizim fermerlərimiz müasir aqrotexniki qaydalara riayət etməklə yüksək keyfiyyətli məhsul istehsal etməlidir. Birinci bizim qarşımızda duran məsələ budur. İlk öncə. Bundan sonra ikinci mərhələmiz. İstehsal elədiyimiz məhsulun bazarı haqqında fikirləşməliyik. Fermerlərimiz istehsal elədikləri məhsulları, keyfiyyətli məhsulları yüksək qiymətlərdə Rusiya bazarlarında və xarici bazarları satılarsa, artıq ondan yaxşı gəlir əldə edəndə demək olar ki, növbəti o yeni bağlar salmağa gedəcək. Sifariş veriləcək və həmin sifariş əsasında da təbii ki, istehsalçı da öz istehsalını daha da genişləndirəcək. Bu təbiidir, bəli. Təşəkkür edirik. Əziz tamaşaçılar, xatırladım ki, verilişimizin qonaqları Zaur Hacıyev və Allahverdiyev idi. Bizə ayrılan vaxt sona çatır. Hər iki qonağımıza öz dərin minnətdarlığımızı bildiririk. Dəvətimizi qəbul edib verilişimizə gəldiyiniz üçün bir daha sizə öz təşəkkürümüzü bildiririk. Sağ olun, salamat qalın əziz tamaşaçılar. Verilişimizlə bağlı fikir və təklifləriniz olarsa bizim elektron poçt ünvanımıza belediyə@ltv.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. Sağ olun, sağlıqla qalın, gələn görüşədək. Veriliş Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.